Müəllimlər, 80 qram natrium hidroksid suda həll edilərək 400 ml məhlul alınıb. Bu biraz belə deyək də mübahisə yaradan bir sualdır. Çünki orada mən düzdür imtahanda olmamışam, görməmişəm. Müəllimlərin dediyinə görə qab sözü istifadə olunmayıb, amma burada mütləq qab sözü istifadə olunmalı idi. Belə ki, burada deyilməli idi ki, 80 qram natrium suda həll olunub. Belə ki, deyək ki, bir qabımız var, içərisinə 80 qram, başqa cür desək 2 mol natrium hidroksid həll eləmişik. Bu məhlulun həcmi 400 ml bərabərdir. 400 ml bərabərdir və bu məhluldan 100 ml götürüblər. İndi biz bilirik ki, 400 ml məhlul öz tərkibində 2 mol natrium hidroksid saxlayır. Onda mən buradan 100 ml götürsəm, 100 ml məhlulum da tərkibində 0,5 mol natrium hidroksid saxlayacaq. Onda mən 100 ml məhlul götürmüşəm, hansı ki, içərisində 0,5 mol natrium hidroksid saxlayıb. Həmin o məhlulu başqa bir qaba mütləq deyilməlidir ki, sonra bu məhluldan 100 ml götürüb başqa bir qaba 150 başqa bir qaba əlavə ediblər. Sonra da bu başqa qaba əlavə olunmuş 100 ml-lik məhlulun üzərinə 150 ml su əlavə ediblər. Növbəti qabın içərisində 100 ml, hansı ki, tərkibində 0,5 mol natrium hidroksid saxlayır, məhlul olub və bunun da içərisinə gəlib 150 ml su əlavə ediblər. Bu zaman yeni məhlulun həcmi 250 ml-yə qalxıbdır. İndi bizə deyəcək ki, bu yeni əmələ gəlmiş məhlulda natrium hidroksidin molar qatılığını hesabla. Yeni əmələ gəlmiş məhlulda natrium hidroksidin molar qatılığını hesablamaq üçün onun mol miqdarı 0,5 molu bölərək məhlulun ümumi həcminə 150 ilə 100-ün cəmi 250 ml edir, hansı ki, bu da 0,125 litrə bərabərdir. 0,5-i 0,125-ə bölərəm və bu zaman bu məhlulda həll olunan maddənin molar qatılığının 2 molar olduğunu müəyyənləşdirərəm. Yəni, burada mütləq sualda başqa bir qaba əlavə olunub, boş bir qaba əlavə olunub sözü deyilməli idi. İndi mən bilmirəm, olub-olmayıb, amma mütləq olmalı idi ki, bizim məsələmizin şərti rahat, normal olsun və yerinə yetirə bilək. Həlli, yəni doğru, düzgün yerinə yetirə bilək.